Herkese Xankəndidən salamlar. Bugün 29 may. Xankəndidə çay və qəhvə festivalı olacaqdı. Yəni var əslində. Və oğlumun bugün rəqsi var idi. Düşünürdüm ora gedərik, oradan da festivala gedərik. Amma çox güclü yağış yağmaya başladı. Hazırda biraz azalıb. Görək, yağış dayansa buradan çıxmalıyıq. Yoxsa rəqsə gecikəcək. 10 dəqiqə sonra hava düzəldi. Çox bürkü bir hava var. Burada ürəyi sıxılır. Çox pisdir də hava hazırda. Sərinlik yoxdur. Külək yoxdur. Yağışdan da sonra asfaltın istisi də vurur. Heç yaxşı deyil. Məcbur çıxdıq. Rəqsə getməliyik. Oradan da görək hava çönməsə. Qara bulutlar var hələ ki. Amma gedirlər deyəsən. Olmasa oradan da gedəcəyik tədbirə. Belə bir bina var. Məktəb binası deyəsən. Amma təmir olunmur. Olsa bizə çox yaxındır. Yaxşı olardı. Görək indi avtobus gələcəkmi? Avtobusdan düşdük. Gedirik rəqsəm. Hava düzəldi. Gün çıxdım. Hər şey alarım. Festivalı da qoşula bilərik. Rəqsdən çıxdıq. İndi marketə doğru gedirik. Sonra da buradakı festivala gəldik. Gətirəcəm uşaqları bura. Suyumuzu bulkamıza aldıq. İndi gedirik festivala doğru. Çok sağ olun. Teşekkür ederim. Gözler kızım. Gel Murat. Durun burada. Bunlar kimle bilmem. Tabii. Alkışlarla yola. Değdi saçlarıma bahar güleri, yanıma düştü elin baktığına bir gün. Şimdi bu merkezdeki parka gelmişik. Çünkü festival olan yer açıqlıqdır və orada çox istidir.
Qalibimiz var deyə düşünürəm. Zəhmət olmasa finişdə dayanan könüllümüz. Ki dayanmaq sizə çətin olmasın. Hazırıq. 1 2 3 Gördünüz də? Çıxın. Kənarlaşırsınız. Başqa kim çıxmalıydı? Hava yenə dəyişdi. Dolma tufanı görüb qaçırıq. Tərəfdə restoran var, oraya gedəcəyik hazırda. Yəni ümid edirəm ki, o da çatdıracaq.